Salam əziz izləyicilər. Bugün yeni bir xəstəmiz İzotretinoin akne trend müalicəsi alan xəstəmizdir. Artıq müalicəmizin 4-cü ayını keçmişik. Öncəsində nodulokistik aknelər çox yayılmış formada, həm püstüllü, yəni irinli səpkiləri var idi, həm də nodul formasında dəri altında dərin yerləşən sızanaqlarımız var idi. Xəstəmizin 16 yaşı olmasına baxmayaraq çox aktiv formada və ağır formada bir akne xəstəliyi keçirdirdi. Əgər yaş dövrüdür deyib müalicəsinə başlamış olmasaydıq, bu sızanaqlar dərin iz buraxaraq və ləkə buraxaraq sağalacaqdı. Daha sonrasında isə o çapıqlarla, ləkələrlə mübarizə aparmaq xəstəmiz üçün çox əziyyətli olacaqdı. Hal-hazırda 4-cü ayında olduğumuz üçün müalicəmizin demək olar ki, nodul formalı bütün sızanaqlarımız təmizlənib. Püstül formalı sızanaqlarımızda da %70-80-ə yaxın geriləmə var. Gördüyümüz qızartı, daha çox ləkələr və həmin o püstül və nodulokistik aknelərdən qalan qalıq əlamətlərdir. Artıq müalicənin 4-cü ayı olduğuna görə biz iynəli prosedurlara başlamağa qərar vermişik. Ya mezoterapilər, ya plazma terapi şəklində. Yay ayları olduğu üçün çox aqressiv prosedurlar istəmirik. Çünki günəş təsirindən ləkələr qala bilər.